Hamıya salam. Mənim adım Alimdir, soyadım Kərimovdur. İl yarım bundan əvvəl yüksək təzyiqlə həkimə müraciət eləmişəm. Yoxlanılan analizlər, təhlillər nəticəsində xroniki böyrək çatışmazlığı olduğu araşdırıldı, tapıldı. Sağ olsun, Mirzəlal Kazımı doktora müraciət elədik, adını çox eşitmişdik. Anam könüllü olaraq donor oldu mənə. Uyğunluq testləri aparıldı, uzun müddətli yoxlanışlardan keçirildi. Sonda qərar alındı ki, əməliyyat baş tuta bilər, hər şey qaydasındadır. 4 gün bundan əvvəl ayın 26-sında Bəxtiyar Musayevin rəhbərliyi altında, Mirzəlal Kazımın rəhbərliyi altında həkimlərin yüksək səy nəticəsində əməliyyat tutdu, baş verdi. İndi özümü çox rahat hiss edirəm. Ən azından 6 aylıq bundan qabaq dializ prosesim var idi. Hemodializ prosesi indi bilənlər bilir ki, çox ağır prosesdir. O prosesin ağırlığı bugünkü gün üstümdən qalxıb. Hər şey qaydasındadır. Minnətdaram Mərkəzi Gömrük Hospitalının bütün işçilərinə, bütün heyətinə, Şəbnəm xanıma, Hacı doktora, Kamran doktora, Mirzəlal doktora, baş həkim Bəxtiyar Musayevə, burada işləyən bütün personala, diqqətimizə, qayğımıza qaldıqlarına görə və ən əsas da minnətdarlığım Dövlət İcbari Tibbi Sığortasına, Koordinasiya Mərkəzinə, Səhiyyə Nazirliyinə, bizim müraciətlərimizin hamısına müsbət rəy göstərdilər, müsbət cavab verdilər və bugünkü gün hər şey qaydasındadır. Anamın da səhhəti yaxşıdır, mənim də səhhətim yaxşıdır. Hər şeyə görə sizə minnətdaram. Çox sağ olun.